Efirimiz davam edir. Hal-hazırda canlı yayımlanırıq. Nəzərinizə çatdırım. Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova studiyamızdadır. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına müraciətlərinizi edə bilərsiniz. Xoş gördük Aytən xanım, sizi necəsiniz? Yaxşı olasınız, təşəkkür edirəm. Studiyamıza xoş gəlmişsiniz. Endokrin mənşəli arterial hipertenziya. Buyurun, nə deyə bilərik? Təzyiq yüksəkliyinin endokrin səbəbləri hansılardır? Bəli. Bugünkü mövzu üçün mən kimi efir arxasına dəvət etmək istəyərdim ilk öncə. Əgər təzyiq probleminiz varsa, ümumiyyətlə, yəni baxmayın ki, kardioloqa olmusunuz, nevroloqun yanında olmusunuz. Mən düşünürəm, bu mövzu sizin üçün maraqlı olacaqdır. Çünki əgər siz illərlə arterial təzyiqdən əziyyət çəkirsinizsə və aparılan müalicələr fonunda heç bir dəyişkənlik, məsələn, olur. Məsələn, deyir, bunu elədim, bir xeyri olmadı. Bu mövzu məhz sizlər üçün nəzərdə tutulub. Ümumiyyətlə, mən hipertoniya haqqında nədir, necə əmələ gəlir, biraz o geniş olar, təbii ki. O haqda danışmaq istəmirəm. Mən bugün məhz arterial təzyiqin endokrin səbəblərdən, yəni hormonal hansı səbəblərdən qalxması haqqında məlumat vermək istəyərdim. Ümumiyyətlə, birinci bilək ki, ümumiyyətlə, hipertenziya nə deməkdir? Mən hipertoniya xəstəliyi yox, arterial hipertenziya nə deməkdir? Hipertenziya qanda arterial təzyiqinin əgər sakit bir halda 140-90-dan yuxarı olduğunu görürsünüzsə, bir dəfə yox, bir dəfə, iki dəfə biz bunu önəmsəməyə bilərik. Çünki insanın təzyiqi hər hansı bir digər, ikinci bir fonda müvəqqəti olaraq qalxa bilər. Amma siz mütəmadi olaraq təzyiqlərin qalxmasını görürsünüzsə, bu artıq bir siqnaldır ki, bir həkimə müraciət eləyək. Və bu halda nə olur? Təbii ki, ilkin olaraq müraciət olunan həkim terapevt olur. Terapevt bir nəticə verməyəndən sonra kardioloqa müraciət edirlər. O da nəticə verməyəndən sonra nevroloqa müraciət edirlər. Amma mən istəyərdim ki, bugün hansı hormonal səbəblərdən təzyiqin qalxması haqqında bir məlumat verək. Birincisi, İlhamə xanım, biz çox danışmışıq qalxanvarı vəzi xəstəlikləri. Düzdürmü? Qalxanvarı vəzi haqqında biz çox danışdıq. Onların Haşimotolardan tutmuş, hipertireozdan, hipotireozdan. Gəlin bilək, qalxanvarı vəzinin bütün xəstəlikləri arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər. Baxın, adi bir dediyimiz zəhərli... Qalxanvarı vəzin bütün xəstəlikləri. Bəli. Baxın, adi bir dediyimiz o zəhərli ur deyirik, zəhərli zob Yod deyirik. eksikliyinə bağlayırsınız bunu? Zəhərli zob, xeyr, tamam. Yox, ümumiyyətlə qalxanvarı vəz xəstəlikləri nəzərdə tutulur. Qalxanvarı vəzinin o qədər xəstəlikləri var ki, bunun yod ilə bağlı olan və bağlı olmayan xəstəlikləri var. Siz hangisini ayrı edirsiniz? Arterial təzyiqin qalxması hansı qalxanvarı vəzinin xəstəliklərində olacaqdır, mən sizə göstərim. Birincisi, zəhərli ur, tireotoksikoz deyirik. Məsələn, klassik simptomlarla yanaşı, pasiyentdə əllərdə əsmə, gözdə bərəlmə olmaya da bilər. Onu bir kənar araşdıraq. Pasiyent deyir ki, məndə son zamanlar təzyiqim yüksəlir, 140, 90, məsələn, sakit bir halda da yüksəlmə müşahidə edirəm və eyni zamanda pasiyent təzyiqlə yanaşı ürək döyünmələrdən şikayət edir. Nə olur? Pasiyent deyir ki, mən oturan bir müddətdə məndə heç vaxt belə olmurdu. Daimi olaraq 70-72 hiss eləmirdim. Amma elə hiss edirəm ki, elə bilirəm, ürəyim çırpınır və həmin məqamda mən ölçürəm 100, 110, hətta sakit bir vəziyyətdə, axır gecikmiş bir vəziyyətdə, sakit bir vəziyyətdə də 110 olur. Və mən neynədim? Pasiyentin sözü nə olur? Və mən neynədim, doktor? Mən getdim kardioloqa. Kardiolog yoxladı və gördü ki, heç bir ürəklə bağlı bir şey yoxdur. Yəni, bir diaqnoz qoyulubdur və bu halda təsadüfən olaraq, məsələn, onların bütün kardiologları endokrinoloqa göndərmirlər axı, düzdürmü? Evet. Düzdür, hal-hazırda göndərənlər çoxdur. Amma təsadüfən, məsələn, özünün bir sözü olmasın, deyir, təsadüfən biz TSH, məsələn, qalxanvarı vəzinin hormonu bir TSH verdik və gördük ki, TSH-da dəyişkənlik var. Demək belə çıxdı ki, zəhərli ur, hipertireoz təzyiq verəcəkdir. Bir. İkincisi, baxın, bizim hipotireoz dediyimiz, o el arası tənbəl zob deyirlər, məsələn, qalxanvarı vəzinin funksiyasının aşağı olması. Burada isə
biraz fərqlilik olur. Pasient nə deyir? Pasient klassik əlamətlərlə yanaşı, yuxululuq. Burada mövzu o qədər genişdir ki, mən məhz təzyiqə aid olanlara bir vurğulamaq istəyirəm. Pasient nə deyir? Pasient deyir ki, doktor, məndə son zamanlar halsızlıqla yanaşı, aşağı təzyiq deyirik, diastolik təzyiq. Mən görürəm ki, diastolik təzyiqdə yuxarı qalxmalar, bəzən o sistola diastola arasında deyir. Pasient deyir ki, məndə boğulma ilə yanaşı özümdə bir narahatçılıq hiss edirəm. Və hərəkət zamanı eyni simptomatika deyir ki, məsələn, məndə təngi nəfəslikdir və təzyiqimi ölçdüyüm zaman mən görürəm ki, bax bu sistola diastola arasında olan bir fərq, məsələn, deyir, əvvəllər tutalım ki, 120-70 idi, 120-80 idi. Mən son zamanlar belə bir şey görürəm. Yuxarı 140-dır, aşağı 75-dir və bu mənə diskomfort yaradır. Və yaxud da ki, deyir ki, bu sistola diastola, məsələn, kardiologlar yəqin danışıblar, bu yaşlı insanlarda sistola diastola arasında fərq olur. Çox olur, 50 məsələn, ola bilər. Amma pasient deyir ki, məndə belə bir şey olmayıbdır və mən son zamanlar belə bir fərqi görürəm və eyni zamanda hiss edirəm ki, 2 addım atıram, təngi nəfəsəm. 2 addım atıram, təngi nəfəsəm. O, artıq bu halda pulsun, nəbzin qalxması yox, pasiyentdə nəbzin aşağı olması müşahidə olunur. Bu adlanır bradikardiya. Baxın İlhamə xanım, görürsünüzmü? Eyni kardioloji əlamətlər, kardioloji simptomatika və pasiyent nə olur? Pasiyent ilkin olaraq bu halda kardioloqa müraciət edir. Amma belə bir simptomlar olarsa, endokrinoloqu biz unutmayaq. Düzdürmü? Qalxanvarı vəzni dedik, 1. Daha sonra qalxanvarı vəzi ilə yanaşı biz bu haqda səhv etməmdə çox danışmamışıq, böyrəküstü vəzi. Düzdürmü? Böyrəküstü vəzdən bir o qədər danışmamışıq. Çünki həqiqətən də o praktikada nisbətən, məsələn, şəkər qalxanvarı vəzi qədər rast gəlinməyən bir praktikadır, nə yalan deyim, amma yenə də rast gəlinir. Gəlin yadda saxlayaq. Kəskin təzyiq qalxmaları. Pasient nə olur? Pasient deyir ki, ani olaraq oturan yerdə, məsələn, indi ilk növbədə həyəcan da ola bilər, məsələn, həyəcan olmaya da bilər. Pasient deyir ki, gedən bir, məsələn, avtobusa minmişəm, gedən məsələn, bir astronaut, məsələn, öz sözünü ilə danışıram və birdən gördüm ki, qulaqlarda küy, eyni arterial təzyiqin əlamətləri kimi baş ağrıları və bir həyəcan, təşviş hissi gəldi və həmin moment özümü çox pis elədim və hiss elədim ki, ürək döyməm var, həyəcanım var və qorxum var və həmin məqamda nə edirlər? Təbii ki, ilkin yardım edilən zaman pasient deyir ki, doktor, mənim təzyiqimi ölçdülər və məndə təzyiq olaraq, ani olaraq 180, 190, o, məsələn, düzdür, indi hipertonik kriz haqqında bir o qədər çalışırlar, bunu yığışdırsınlar, amma yenə də bu belə bir şey var və ani olaraq təzyiqimin yüksəlməsini müşahidə etdim və nə olur? Pasient təbii ki, müraciət edir, hara gedəcəkdir? Təbii ki, birinci kardioloqdur, nevroloqdur və s. Yəni fərqli olur və araşdırılır, müalicə edilir və heç bir nəticə alınmır. Bizim böyrəküstü vəzimizdə 3 dənə xəstəlik var. Mən sadəcə onların adlarını demək istəyirəm. O hansı xəstəliklərdir ki, belə bir təzyiq problemi yarada bilər. Böyrəküstü vəzimizdə həmişə sual Əslində verirlər ki... təzyiqin yüksəlməsi də haradasa biraz qoruyucu mexanizmə bağlıdır. Orqanizm özünü qorumağa çalışır. Məsələn, biri var ki, birincili təzyiq yüksəlsin İlhamə xanım. Biri var ki, ikincili təzyiq yüksəlməsi qoruyucu ola bilər. İkincili məsələn nədir? Pasientdə qanaxma müşahidə olunubdur hər hansı bir səbəbdən. Məsələn, hipovolemiya və təzyiq, bəli, damar sıxılır və təzyiq qoymur ki, maye etkisi olsun. O tamam başqa bir şeydir. Birincidə də haradasa düşünmək olar. Baxın, birincili nədir? Bax, böyrəküstü vəz deyirsiniz. Böyrəküstünün orqanizmdə, yəni qan dövranına atdığı hormonlar. Bəli, bəli, bəli. Adrenalin, noradrenalin. Bax, hələ adrenalin gəlib çıxır. Onlar hansı səbəbdən atılır? Əsl səbəbkar başqa orqandır. Əsl səbəbkar başqadır. Baxın. Yəni, burada medikamentoz müalicə almaq nə fayda verəcək? Ümumi dəyərləndirmə, diz-metabolik problem aradan qaldırılmadan. Əslində, endokrin səbəbləri siz hələ tam gəlməmişsiniz. Əlbəttə, orada o qədər səbəblər var ki, görürsünüz, ona görə qısa məlumat veririk. Buyurun. Böyrəküstü vəzini, bax, o dediyimiz adrenalindir, noradrenalin bizim həyəcan zamanı ifraz etdiyimiz bədəndə hormonlardır. Bəli, bu qoruyucudur, qoruyucu mexanizmdir, insan daha aktiv olur, damarlar sıxılır, bəli. Amma bəzən var ki, heç bir problem yoxdur və böyrəküstü vəzinin o belə bir maddəsi var, beyin maddə. Oranın şişi. Şiş nə deməkdir? Şiş
çox vaxt xoş xəstəli olur. Amma xoş xəstəli olmasına baxmayaraq, axı orada böyümə olur, böyümə oldu. Biri var ki, bizim qorxu, həyəcan vaxtı bizim adrenalinimiz bədənə ifraz olunur. Ani yüksəlişdir siz. Baxın, bu zaman bunlarda ani olmur. Bunlarda axı hiperplaziya ani birdən böyümür. Yavaş-yavaş təbii ki, böyümə olur. Bəzən onu heç bilmirik və bu simptomatika ani olmur. O neçə illik bir, məsələn, bizdə hər pasiyenti gedib böyrək üstü vəzini MRT-sini etmirik ki, biz orada nəsə görəkmi, düzdürmü? Amma etməliyik də. Baxın, siz necə, etsək, o belə bir, mən sizə deyim ki, böyrək üstü vəzi şişlərinin belə bir insidentaloma, yəni nə deməkdir? Xüsusi müayinələr zamanı tapılan şişlərdir. Biz onu hər dəfə, məsələn, kimi biz deyə bilərik ki, get bir dənə 6 aydan bir katı elə, get bir dənə 6 aydan bir MRT elə. Təbii ki, o mümkün deyil, düzdürmü? Məsələn, şəkəri deyə bilərəm, şəkəri deyirəm ki, getdin ani, get bir yoxla. Getdin ani, qalxanvarı vəzi bir rutin olubdur. İndi bilməm, nə vaxtsa gələr MRT-ni də biz elə eləyərik. Amma bu o qədər rutin olan bir şey deyil ki, biz onu orada şişi görək. Amma bu nədir? Bu, böyrək üstü vəzinin beyin maddəsini, orada müxtəlif nahiyələr var. Bu məhz beyin maddəsinin şişidir və o beyin maddəsi nədir? Adrenalin, noradrenalindir və onun simptomatikası çox narahat olur. Düzdürmü? Narahat nədir? Təzyiq qalxdı. Təzyiqlə yanaşı, axı, digər simptomatikalar var. Əllərdə əsmə var, məsələn, həyəcan sindromu var və pasiyentdə bunu dərhal biz böyrək üstü vəzi diaqnozu qoymurlar və pasiyentə nə deyirlər? Deyirlər ki, bəlkə indiki dövrdə ən dəbli olan belə bir diaqnoz var. Panik atak deyirlər də. Generizə, elmi adı belədir. Generizə olunmuş həyəcan sindromu. Yəni, panik atak çox belə deyirlər. Amma, məsələn, və bu pasiyent nə olur? Gedir nevroloqa. Nevroloqa gedir və bunu ilkin olaraq belə dəyərləndirirlər. Amma sonraki müayinələr, məsələn, sadəcə pasiyent bilsin ki, elə bir sindrom, narahatçılıq varsa, böyrək üstü vəzi yaddan çıxılmasın. Doktor, biz reklamlara ayrılmalıyıq. Burada əsas məsələ, baxın, mən bütün ixtisas həkimləri ilə də görüşürəm. İnsanlar da bizi dinləyir, daimi izləyicilərimiz də bilir. Bizə heç nə öyrətməyiblər. Amma çox şey tələb eləyirlər. Bizə heç nə öyrədilmədiyi təqdirdə tələb edirlərsə, həkimlərə çox şey öyrədiblər. Ona görə bizim haqqımız var həkimlərdən nəsə tələb eləməyə. Amma həkimlər heç nə öyrənməyib. Burada biraz tərslik var. Yəni, təzyiq yüksəlməsi xəstəlik deyil. Bu bir simptomdur. Altda yatan səbəb var. Bu qoruyucu mexanizm də ola bilər, problem də ola bilər. Bunu həkim siz deyirsə, mənim ixtiyarım yoxdur ki, var. Niyə ki? Orada dəyərləndirilmə aparılmalıdır. Əlbəttə, təzyiqin yüksəlməsi bir çox orqanları sıradan çıxara bilər. İnsult belə eləyə bilər, öldürə bilər. Yəni, bütün bunları həkimlərin hər biri bilməli ki, təzyiq hansı səbəblə yüksəlir. Bu sadəcə fizioloji prosesdir. Mən bilirəm, o niyə bilmir? Bilməlidir. Ona görə nəinki böyrək üstü vəz, qanda şəkər, şəkər yüksəlinə bağlı insulin, hər bir şey, onun yediyi, xəstənin yediyi, tükətdiyi karbohidrat miqdarına qədər. Səhv deyirəm. Damar tərkibini, o endotel hissəsinə qədər həkimlər öyrənibsə əgər, onlar bilməlidir ki, hansı səbəbdən damar daralır, hansı səbəbdən genişlənir. Və burada yüksəlişdən danışırıqsa, demək damar daralması gedir. Yəni, altda yatan səbəbi onlar daha gözəl bilməlidir, əgər oxuyublarsa. Amma biz oxumamışıq. Biz oxumadığımız təqdirdə oxuyuruq, araşdırırıq, gəlirik, bir-birimizə öyrədirik. Yenə də təşəkkür edirəm. Reklamlardan sonra davam edək, çünki daha verəcək suallarım var sizə. Diqqətiniz ATV kanalında olsun. Omid mağazalarından payza şok endirimlər. Neohot bişirmə paneli indi 129 manat değil 99 manata. Neohot su qızdırıcı 121 manat değil 99 manata. Omid ən uyğun qiymət bizdə. Telefon 890. İnce resept, zərif qatı köpük. Bu qəhvə yalnız sənin üçündür. Bəlkə də yalnız sənin üçün deyil. McCafe Cappuccino Di Torino, İtalyan xarakterli qəhvə, yenilik. Bəlğəm və öskürə ilə mübarizə aparmaq üçün ACC qəbul edin. Birbaşa təsir etmə formulası ACC-yə imkan yaradır ki, o bəlğəmi parçalasın və ciyərlərdən xaric olmasına kömək etsin. Gündə bir tablet. Qoy öskürək yaşamağınıza mane olmasın. ACC, öskürmə üçün səbəb yoxdur.
Nemləndirici üst kremi Nivea Kea bütün gün boyu dəridə yağlı parıltı izi qoymadan onu nemləndirir və qidalandırır. Nemləndirici üst kremi Nivea Kea. Nivea'dan. Həyat yolunu paylaşan insanlar indi özləri və yaxınları üçün gedişlər sifariş edə, marşrutu paylaşa və bir-birinə doğru komfortlu hərəkət edə bilərlər. Komfortlu gedişlər sifariş edin və Yango ilə daha yaxın olun. Proqramı elə indi yükləyin və ilk 3 gedişə 30% endirim qazanın. Fruktovu sadla yeməkləriniz daha da dadlı olacaq. Yoxlayaq. Sabaha qaldı. Gördünüz? Fruktovu isə birlikdə daha dadlı. Kontaktda boş günləri. Oktyabrın 14-dən 24-nə dək rəsmi distribyutoru olduğumuz Boş brendinin məhsullarını komissiyasız, ilkin ödənişsiz, 18 ay faizsiz təkliflərlə əldə et. Ətraflı Ulduz 6060 və ya kontakt.az. Bu çay bizim gənc vaxtlarımızı xatırlayır. Görəsən uşaqlarımız onu görə biləcək? Qabları əllə yumaqdan imtina edərək çayların taleyinə təsir edin. Qabıyan maşın və finish kapsulları ilə siz bir yumada 150 litrədək suya qənaət edəcəksiniz. Finish isə qab-qacaqlarınıza göz qamaşdıran təmizlik bəxş edəcək. 12 saat ərzində Colgate Total nə ilə mübarizə aparır? A. Bakteriyalar, B. Buz, C. Şəkər. Mən bilirəm, amma ekspertdən də soruşaq. Colgate Total diş problemlərinin əsas səbəbi olan bakteriyalarla mübarizə aparır. Seçim bəllidir. Öyrəşdiyim yumuşaqlıq. Dolğun, ekstra davamlı və yumyumşaq tualet kağızı. Layiq olduğunuz keyfiyyət. Papia. Çünki siz daha yaxşısına layiqsiz. Gəl bura, balaca. Yanımda qaç. Mənim dostum. Nestle, zərifliyin xüsusi simvolu. Narahatlığa əsas yoxdur. Sildikcə silinən yeni Fab 5 ulduz boyaları faydasını alanlar bilər. Bizimlə sənin daha bir uğuru. 26 illik həsrət bitdi. Maral anasına qovuşdu. Ana balanın bundan sonraki taleyi necə olacaq? Günel doğmalarını inandırmağa çalışdı ki, bir daha evdən qaçmayacaq və sana Günelin evə qayıtmağına icazə verəcəkmi? Aydənin qaranlıq keçmişi hələ də sir kimi qalır. Əməkdaşlarımız onun körpəykən atıldığı yerdə oldular. Hadisənin şahidi nələr danışacaq? Yaşanmayan uşaqlıq, puç olan arzular. İlqar hər şeydə atasını və ögey anasını günahlandırır. Qarşı tərəf də susmadı. Ögey ana hansı faktların üstünü açacaq? Bizimləsən bugün saat 14:30-da ən baxımlı kanalda. Baş sponsor Prime Hospital, xüsusi sponsor Narkomaniya və Alkoqolizmin Anonim Müalicə Mərkəzi. Sponsorlar Logos Psixoloji Mərkəzi, Mingəçevir Regional Hospital, Leyla Medical Center, Nərgiz Klinika, Rəhimə Ateş Fizioterapiya və Reabilitasiya Mərkəzi. Ana ilə mübahisə eləmə. Qalib gələ bilməyəcəksən. Əgər tədarükdə problem çıxsa, bil ki, casus ya əmidir, ya da paşa. Özünüzü qoruyun, baskındır. Bunlar Bartolunun adamlarıdır. Bu adamlar vagonların içindən sürpriz yumurta kimi çıxdılar. Mənim 4 cəsədim var. Nə danışırsan? Ola bilməz. Atam tətvizçiydi, paşanın adamıydı. Ağlamaq istəyirsənsə, get ananın qucağına. Arvadının da qucağına gedə bilərsən. Bartolu mənim də qardaşımı öldürüb. Axı niyə? Səna, xahiş edirəm.
Mənə işimlə bağlı suallar vermə. Bundan sonra mənim planımdan hərəkət edəcəyik. Yoxsa məni tutacaqlar. Yalnız Çuxur yox, bütün İstanbul müharibə meydanına çevriləcək. Çuxur, bugün saat 22-də ATV-də. Müasir estradamızda tez-tez müraciət olunan üslub. Heç biri məndən inciyə bilmər, çünki biz həqiqətən dostuq. Müxtəlif dillərdə oxunan mahnılar. Abbasa deyirəm ki, Abbas sən 30 dildə susa bilirsən, yəni. Populyar müğənni Xəyyam Nisanov mövzu haqqında danışacaq. Mən hətta rüyanı axırıncı pilləyə sala bilsəm, Gülyanı xanım, heç bir fərq eləməz. Sadəcə öz fikrim olaraq mən onu deyəcəm. 7 özəl Mehin Hümbətova ilə sabah gecə yarısı ATV-də. Verilişin baş sponsoru Berqa çayları. Xüsusi sponsor Çipsim çipsləri. Sponsor uzman doktor Öndər Tulumbacı. Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova studiyamızdadır. Müraciətlərinizi Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına edə bilərsiniz. Yenicə qoşulan tamaşaçılar varsa, xatırlatmaq istəyərdim. Endokrin mənşəli arterial hipertenziya mövzusuna toxunuruq. Ciddi təhlükə daşıyan bu simptom ümumiyyətlə xəstəlik olaraq bəzən də qəbul olunur. Çünki bir çox xəstəliklərin simptomu kimi ortaya çıxır və fəsadlar verir. Medikamentoz müalicəsi varmı? Erkən mərhələdə aşkarlanarsa, düşünürəm ki, hər şeyin öhdəsindən gəlmək olar. Amma doğru həkimə getmək çox vacibdir. Buyurun, doktor, davam edək. Bəli, davam edək. Demək, yenə deyirəm, o qədər təsəvvür edin, bu qısa bir vaxtda onu çatdırmaq çox çətindir. Amma yenə də, demək, böyrəküstü vəzdə yadda saxlayacağımız bir xəstəliklər, feoxromatitoma. Feoxromatitoma böyrəküstü vəzinin hiperplaziyası dediyimiz kimi eyni simptomatika. Amma belə bir şey var. Böyrəküstü vəzdə biz çox hafizənizdədirsə biz sonsuzluqlarında danışmışıq. Biz Itsenko-Kuşin xəstəliyi haqqında bilməm az danışmışıq, səhv etmirəmsə. Belə bir böyrəküstü vəzdə məşhur bir xəstəlik var. Itsenko-Kuşin. Bu Itsenko-Kuşin xəstəliyi bu feoxromatistomaya nisbətən daha tez rast gəlir, amma bir şey var. Bunun simptomunu, yəni bunun klinikasını, bunu aşkarlamaq biraz çətin olur. Nəyə görə? Mən sizə deyim, indi baxacaqsınız. Baxın, İlhamə xanım, pasiyent gəlir. Artıq çəki, piylənmə, məsələn, insulin dirənci var, məsələn, təzyiqlərdə oynama var. Tutalım ki, baxırıq ki, çəkiyə uyğun olaraq striyalar, məsələn, dərdə olan çatlar var. Məsələn, belə bir pasiyenti biz, yəni diaqnoz, Kuşin diaqnozu qoymaq çox çətindir. Biz bu pasiyentə ilkin olaraq ən sevdiyimiz bir diaqnoz var. Biz bu haqda danışmışıq, insulin dirənci və yaxud da ki, piylənmə. Düzdür, axı, bunu hamısı dərhal bilirik, dərhal dəyərləndirik. Və pasiyentə belə bir diaqnoz qoyuruq və diaqnoz fonunda biz müalicələr edirik insulin dirəncini, amma biz görürük ki, bu pasiyentin çəki ilə yanaşı bunun təzyiqləri nizamlanmır. Və mən sizə deyim ki, söhbət təkcə, yəni, pasiyenti qoyaq, yəni hətta ən, necə deyim, kompetent bir endokrinoloq olsa belə, ilkin olaraq bu Kuşin xəstəliyini dərhal bilə bilmir. Nəyə görə? Baxın, bir klinika necədir burada? Pasiyentdə göbək nahiyəsində, abdominal nahiyəsində piylənmə. Pasiyentin əl-ayaq nahiyəsində nisbətən arıq olurlar. Baxırsan, bəli, arıq olurlar. İncə olur. Məsələn, abdominal hissədə piylənmə. Əlamətlərdir, amma bilirsiniz necə, o qədər, yəni bəzən baxırsan əlamət var, amma diaqnoz edirik, xəstəlik yoxdur.
siz o qədər çətindir ki. Amma ümumiyyətlə mən klinikanı deyim ki, necə şübhələnə bilərik. Sadəcə şübhəni deyirəm. Pasiyent abdominal piylənmə müşahidə edir. Məsələn, deyir ki, kökəlirəm, amma abdominal nahiyədə. Yəni ki, məndə əl-ayaq kökəlmir, əlim ayağım arıqdır, amma belə kökəlirəm. Və pasiyent nə deyir? Deyir, doktor, eyni zamanda abdominal nahiyə ilə yanaşı mənim üzüm də kökəlir. Deyir, baxıram ki, doktor, üzüm kökəlir, əl-ayaq arıqdır və üz boyun nahiyəsində kökəlmə və pasiyent deyir ki, bu kökəlmə ilə yanaşı məndə baxıram ki, sarğı nahiyəsi, məsələn, abdominal nahiyədə belə bir xəttlər, o xətt deyir, biz ona industriya deyirik, deyir ki, çatlar əmələ gəlir. Bu bir və deyir ki, və son zamanlar bu kökəlmə ilə yanaşı mən hiss edirəm ki, çox halsızam. Çox halsızam, iş qabiliyyətim düşübdür, məsələn, tez oyana bilmirəm, yəni əvvəlki bir iş qabiliyyətim yoxdur və deyir ki, doktor, mən axı mən yeməyim də o qədər deyil. Mən əvvəl bundan çox yeyirdim, belə bir kökəlmirdim, amma son zamanlar heç yeməyim də belə deyil, amma belə bir görüntü əldə edirəm. Və eyni zamanda halsızlıqla yanaşı, bu dediyimiz bir əlamətlərlə yanaşı təzyiqlərimin düşməsi və təbii ki, endokrinoloq olaraq bunu qiymətləndirən kimi deyir ki, baxın, sizdə piylənmədir və biz piylənməyə uyğun olaraq sizi müalicə edəcəyik. Amma həkim nəzərə alınmır ki, axı, dəyərli həkim, məsələn, özüm də içində olmaq şərti ilə. Bax, bir bunun görüntüsünə bax. Bunun əl-ayaq nahiyəsində kökəlmə yoxdur. Çəki abdominal kürək üz nahiyəsində kökəlmə gedir və eyni zamanda pasiyentin təzyiqlərində dəyişkənliklər var. Və pasiyentin belə bir demək ki, yeməyimdə və biz yoxlayırıq nə olur? Və biz yoxlayırıq, İlhamə xanım, biz görürük ki, şəkərə uyğun dəyişkənliklərdir. Axı, bu Cushing xəstəliyində belə bir hormonlar var, biz kortizol deyirik, glukokortikoid deyirlər. Onlar, bəli, osteoporoz və onlar qalxır və biz pasiyentə nə diaqnoz qoyulur? İlkin olaraq nə qoyulur? Bəli, şəkərli diabet qoyulur. Pasiyentə qoyuruq insulin dirənci, pasiyentə qoyuruq şəkərli diabet diaqnozu və biz çox həkimlər ona uyğun şəkildə müalicə edirlər. İndi bir həkim də qınamayaq da, biz necə deyim, nəticəni baxırlar, görürlər, onu da müalicə edirlər. Amma müalicə etməsinə baxmayaraq irəliləyiş əldə olunmur. Nə çəki düşür, nə təzyiqlər nizamlanır, nə o dediyimiz o pasiyent indi dərhal endokrinoloqa gəlmir ki, pasiyent gedir diyetoloqa və aparılan müalicələr fonunda və özünün sözü olmasın, mənim ən sevdiyim bir sözdür, deyir, doktor, mənə kələmdən başqa bir şey yazılmayıbdır və mən bu çiğ kələm fonunda insan çəki alarmı? Və bizim belə cavabımız olur ki, bəli, əgər mübadilə problemi normal deyilsə, orada Cushing xəstəliyi varsa, kələm yox, mən əvvəllər bir həkim olaraq İlhamə xanım ona gülürdüm, amma son zamanlar burada həqiqət var. Belə deyir, su içirəm, kökəlirəm. Su içib kökəlmə məsələsi deyirik. Orada ümumiyyətlə, bax, belə bir kələm yediz, o qalacaqdır. Mübadilə getmir, yəni getmir və pasiyent diyetoloqlar, nə bilim, kosmetoloqlar, indi cürbəcür prosedurlar var da, eləməsinə baxmayaraq bir nəticə alınmır. Və pasiyent bizim yanımıza nə vaxt gəlir və nəticə olmayan halda və endokrinoloqların çoxusu nə edirlər buna? Pasiyentə ilkin olaraq belə bir diaqnoz qoyurlar ki, insulin dirənci, şəkərli diabet, piylənmə, məsələn, 1-ci dərəcə və ona uyğun müalicə edirlər. İnsulin dirənci deyəndə, doktor, bu qan analizinə görə təyin olunan bir göstəricidir. Bəli. Axı, xəstənin klinikası da var. Görün, nə qədər şey sədaladır. Baxın, İlhamə xanım, klinika klassik olmaya da bilir. Məsələn, indi sizin dedikləriniz birbaşa elə Cushing xəstəliyini göstərir. Baxın, indi onu endokrinoloq bilməyə bilməz. İndi gəlin belə deyək də. Məsələn, şəkərli diabet pasiyentləri var. Heç Cushing xəstəliyi yoxdur pasiyentdə. Və şəkərli diabet pasiyentlərində ümumiyyətlə katabolizm daha sürətli olur. Yəni anabolizm daha. Yəni onlarda, məsələn, onlar şəkərli diabet pasiyentləri nə deyirlər vaxtı getdikcə? Deyir, doktor, mənim niyə ayağım arıqlayır? Arıqlayır? Bəli. Əzələ zəifliyir. Bəli, əzələdə miyopatiya olur, neuropatiya olur, sinir və bunlar görüntü olaraq, bunlarda abdominal piylənmə olur və deyir ki, şəkərli diabet tip 2-dir və bunlar belə görünüş olaraq baxırsan ki, Itsenko-Cushing xəstəliyinə tam o klassik dediyimiz Itsenko-Cushing xəstəliyi çox nadir rast gəlinibdir. Bəlkə hər həkim, o endokrinoloq özü ən yaxşı, yəni necə deyim, kifayət qədər pasiyent baxan, bəlkə ona qədər tutalım ki, 20 il ərzində 10, 14 dənə, 20 dənə görmək o maksimum deməkdir. O gördüysə böyük bir
nəticədir. Məsələn, şəkərli diabet pasiyentləri eyni kuşun kimi. Məsələn, dediyim kimi, kişilərdə o qədər yox, qadınlarda necə olur? Məsələn, üzü dolu bir xanımdır, var elə bir görünüş tutalım ki. Və pasiyentdə nə olur? Abdominal piylənmə, əl ayaqda birə-bir oxşayır deyirsiniz. İlhamə xanım, inandırım sizi, olmalıdır müəyyən testlər, haradasa bunları diferensiyasiya etmək. Bəli, testlər edirik. Biz kuşunkını ayırmaq üçün belə bir testlər olur. O deksametazon sınaqları olur. Bəli, biz onu edirik və deksametazon sınaqları da onu, məsələn, bir qısaca olaraq mən onu deyim, əgər belə bir şübhə olursa, onu həkim qoymağa ixtiyarı var. Bəzən pasiyent bu sınaqlardan qorxur. Nəyə görə? Deyir ki, siz mənə hormon, bunu hormon deyirlər. Məsələn, elə bir pasiyentlərdən. Nədən qorxursan ki? Deyirsiniz, o qədər qorxu var ki, mən deyirəm, orada 2 dənə cəmi cümlətəni bir dərman verilirdi, yatmamışdan qabaq. 2 dənə dərman nəyə bənzir? Elə bilin ki, axşam bir dənizə çıxmışsınız, 2 damcı ora su atmışsınız. Bəzən bu mərhələ olur və deksametazon sınaqları qoyulur. O kiçik deksametazon sınaqları var, böyük deksametazon sınaqları var. Və bunları qoymaqla və bəzən nəticə yenə də istədiyimiz kimi alınmır. Ümumiyyətlə, deksametazon sınağı qoyulanda böyrək üstü vəzinin belə bir şey var da. Biz yadımızda da danışmışdıq ki, bizdə hipofiz var. Hipofiz hamısını idarə edir və orada böyrək üstü vəzini idarə edən belə bir hormon var. AKTH deyirik də, adrenokortikotrop hormon deyirik. Və biz belə bir deksametazon bədənə yeridən kimi normal halda əgər pasiyentdə hipofiz, böyrək üstü vəzin normal işləyirsə, normal halda AKTH, bu belə bir orqanizm reaksiya var. Kənarda nə daxil olursa, onu azaltmalıdır. Və azaltmalıdır. Bəli. Deksametazon daxil olubsa, bizim hipofizimizə belə bir siqnal gəlir ki, bu pasiyentin bədəninə belə bir hormon, glukokortikoid daxil olur. Və hipofiz başlayır aşağı düşməyə və normal bir insandırsa, əgər bunda Itsenko-Cushing xəstəliyi yoxdursa, o həmin o hormon deyirik, böyrək üstü vəzinin hormonları, kortizol, o normal halda azalmalıdır. Niyə siz problemi beyində axtarırsınız ki? Bəlkə insan alkoqol içib? Bax, görürsünüz nələrə gedib çıxır? Alkoqol da içə bilər, kontraseptiv də qəbul edə bilər, xəstəliyi var, hamiləlik də ola bilər. Bəlkə depressiya dadır. Tamamilə doğrudur. Gəlim işləyim də yanınızda. Görürsünüz necə çətindir İlhamə xanım? Deyirsiniz ki, heç də çətin deyil, sadəcə çox çətindir. Yox, əgər həkimin əgər biliyi varsa, o bilik onu yanıltmayacaq, doğru yola götürəcək. Araşdırılmalıdır. Və əminəm ki, qarşısında əyləşən bir insan probleminin öyrənilməsi üçün həkimə də zaman tanıyacaq, həkimi də dinləyəcək və onun dediklərini eləyəcək. Sadəcə bizim problemlərimizin ən böyüyü odur ki, bugün diaqnozların bir çoxu səhv qoyulur. Bax, deyir, sizə diferensiyasiyada çətinlik çəkirəm. Çətinlik çəksəniz belə, yenə də görürsünüz, testlərə qədər gedib çıxıb aydınlaşdırırsınız. Nəticə etibarilə ayırt eləyə bilirsiniz, bu şəkərli diabetdir, yoxsa osteoporozu var və ya Cushing sindromudur. Eləyə bilirsiniz. Düzdür? Təbii ki, demək ki, digər həkimlər də eləyə bilər. Bu məni niyə yormalıdır, əgər problem məndən gedirsə? Yox, İnsanın hər bir xəstəliyi, hətta baş ağrısı belə, xəstəlik nədir? Orqanizmin mənimlə danışmasıdır. Bəli. Danışır o mənimlə. Mən onu sadəcə başa düşməliyəm. İndi, əgər tibbi savadım varsa, haradasa götür-qoy eləyəcəm. Yoxdursa, həkim onu mənə deməlidir. Bax, səndə bu problem var. Nəticəsi bu ola bilər. Amma doğru istiqamət verməlidir. Mən düşünmürəm ki, insanlar savadlı həkimi dinləməz. Dinləyərlər. Əlavə o qədər gərəksiz müayinələr, gərəksiz xərclər. Bax, görürsünüz, elə ilk hamısının ağlına gələn ilk şişdir. Baş ağrı ilə nevroloqa gelirsən, deyir ki, MRT. Niyə? Elə mənim gərək başımda şiş olsun ki, mənim başım ağrısın. Baş ağrıması üçün şişməlidir orada hansını deyirəm. Yəni, anormal bir düşüncədir bu. Ən sonundan şübhələnmək lazımdır. Yanaşı neçə dənə əlamət olmalıdır ki, məni MRT-yə göndərsin. Yerindən gələn MRT, KT. Yetər ki, özü görmür axı, aparatda nəyisə tapsa deyəcək, bu səbəbdəndir. Bu səbəbdən deyil. Görürsünüz İlhamə xanım, bax MRT-nə dedik. Ona görə ümumiyyətlə MRT mənim zənnimcə çox ciddi bir müayinədir. Və amma mən əfsus deyimmi, bilmirəm yaxşı bir halmı deyimmi, bilmirəm diaqnostika belə olub ki, mən sizə inandırım, indiki dövrdə 100-ün 99% nevroloqlar MRT-siz bir iş görülmür. Yenə də deyirəm, bəlkə də bu bir tərəfdən diaqnostikanın artmasıdır, amma mən bir endokrinoloq kimi görürsünüzmü? Biz bugün şişlərdən danışırıq, böyrək üstü vəzinin, amma mən dərhal ora pasiyentə məsləhət görmədim ki, siz ildə 2 dəfə bir MRT eləyin ki, birdən təzyiqinizin səbəbi
böyrək üstü vəzi olar. Görürsünüzmü, mən dedim araşdırıram. Amma bizdə bir şey var, bizdə MRT yox, bizim laboratoriya bizim üçün çox önəmlidir. Bəli. Doktor, mən təşəkkür etmək istəyirəm. Çox maraqlı bir mövzu, amma düşünürəm ki, biz kifayət qədər İnceləyəcək mövzudur. Bəli, ötürə bilmədik. İnşallah sizinlə bir daha görüşməyə çalışaq. Vaxt eləyində, doktor. Allah qoysun. Bax, tamaşaçının qarşısında şikayət eləyirəm. Aytən xanım vaxt eləmir. Tibb üzrə fəlsəfə doktoru, ali dərəcəli endokrinoloq Aytən Babaxanova studiyamızdaydı. Müraciətlərinizi Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasına edə bilərsiniz. Endokrin mənşəli nə problem varsa, ümumiyyətlə endokrinoloji sahədə, buyurun, müraciətlərinizi Aytən xanıma edə bilərsiniz. Təşəkkür edirəm, doktor. Efirimiz davam eləyəcək. Ülviyə Qüdrətovanın, cərrah mama ginekoloq Ülviyə Qüdrətovanın çıxışı var. Diqqətiniz ATV kanalında olsun. Mən sizə Türkan mağazasına təşəkkürümü bildirim. Hüseyin Cavid prospekti 85 ünvanında Elmlər filialı, Ağa Nemətulla 51-də Nərmanov filialı yerləşir. Telefon nömrələrini xatırladım. 012 525 42 71 070 525 42 71 əlaqə telefonudur. Yeni kolleksiyalar var. Müraciətlərinizi edə bilərsiniz. Sabah təkrar görüşmək ümid edirəm. Verilişimiz davam edir. Diqqətiniz bizdə olsun.